Bir müəllim dostum soruşur ki, MİQ imtahanının müsahibə mərhələsində birdən məndən Şövkət Ələkbərovanın doğum ilini soruşsalar, nə cavab verəcəm? Bu sual sizə biraz qəribə gələ bilər və biraz da qorxuducu səslənə bilər. Açığı mənim özümə də sual qəribə gəldi. Əvvəla onu deyim sizə ki, mən müsahibə hazırlığı ilə məşğul olmuram. Bununla məşğul olan insanlar var, qoşulanlar da var. Hər kəsin şəxsi işidir. Müsahibə hazırlığı keçmək də, qoşulmaq da. Amma açığı mən özüm heç bir müsahibə hazırlığına qoşulmamışam və müsahibəm də çox rahat bir formada keçib. İstəyirəm ki, bu barədə biraz təcrübələrimi sizinlə bölüşüm və ümumiyyətlə MİQ imtahanının müsahibə mərhələsi haqqında söhbət edək. Baxın, birincisi müsahibə mərhələsinin statistikasına baxsaq, görərsiniz ki, heç də bir çox halda şirinliyi qədər çətin bir mərhələ deyil. Müsahibə mərhələsində demək olar ki, 90%-dən çox adam adətən keçir mərhələni uğurla. Çox az faiz burada kəsilmə baş verir və müsahibə mərhələsi haqqında çox təəssüf bir çox miflər, şəhər əfsanələri var, bir çox qorxuducu məlumatlar var internetdə və müdavimlər də, xüsusilə müsahibə təcrübəsi olmayan müdavimlər bu xəbərlərə baxırlar, oxuyurlar, dinləyirlər və qorxuya düşürlər ki, görəsən müsahibə imtahanında nə dəhşətli şeylər baş verəcək. Əslində heç bir dəhşətli bir şey yoxdur. Baxın, birincisi biz buradan başlayaq ki, müsahibə mərhələsi sırf biliyin ölçülməsi məqsədilə deyil və yaxud da müsahibə mərhələsində verilən sualların məqsədi sırf düzgün cavab almaq deyil. Niyə görə? Çünki biliyin ölçülməsi məsələsi MİQ imtahanının test mərhələsində baş verir. Yəni, insanlara testlər verilir və o testlərdən düzgün cavablar axtarılır ki, sizin biliyinizi, savadınızı və müəyyən bacarıqlarınızı ölçmək üçün. Yəni, burada məqsəd hansısa suala cavabınızı bilmək olsaydı, bu artıq MİQ imtahanının test mərhələsində ölçülərdir. Müsahibə mərhələsində məsələ biraz başqadır. Müsahibə mərhələsində məqsəd müəllim olacaq şəxsin emosional duyğularını idarə etməyini, onun psixoloji vəziyyətini, onun metodikasını, danışıq qabiliyyətini, özünü ifadə etmə bacarığını və s. yoxlamaqdır. Bunun üçün də müxtəlif suallar verilir. Bu sualların bəzisi cavab almaq məqsədi ilə verilir. Bəzisi isə sadəcə reaksiyanı ölçmək məqsədi ilə verilir. Baxın, müsahibə mərhələsində təməl olaraq sizə əvvəla 5 dənə mövzu verilir ki, hazırda həmin 5 mövzu ART-nin rəsmi səhifəsində var. Gedib öz fənniniz üzrə baxa bilərsiniz. Və siz o 5 mövzuya hazırlaşırsınız. Birincisi, müsahibədə sizdən həmin 5 mövzu ətrafında suallar verilir. Məsələn, mövzunun özündən də sual verilə bilər, amma adətən mövzunun metodik tərəfindən sual verilir. Məsələn, məndə o vaxt yadıma gəlir ki, mövzulardan biri Asiyanın iqlimi idi. Sual verildi ki, məsələn, Asiyanın iqlimində təlim nəticəsində təyin edərsiniz. Yəni, dərsin məqsədi nə olar, hansı qiymətləndirmə üsulundan istifadə edərsiniz, iş üsulu, iş forması nə olar. Yəni, sizə bu 5 mövzu ki, verilmir, o 5 mövzunu həm özünə yaxşı hazırlaşın, həm də metodik vəsaitdə o 5 mövzuya baxın, yəni planını, icmalını hazırlayın o mövzuların. O mövzuların təlim nəticəsi, standartı, iş forması, iş üsulu, qiymətləndirmə forması, bunlar üzrə hazırlaşın, sizə bunlardan sual veriləcək və yaxud da deyiləcək ki, 5 mövzudan biri haqqında siz özünüz məlumat verin, özünüz məlumat verəcəksiniz. Bu qaldı bir tərəfdə. İkincisi, ixtisasınızdan sual. Məsələn, mənə elə ixtisasımdan sual verilməmişdi. Adətən verilmir də. Çünki, yenə deyirəm, məntiq olaraq ixtisasdan sual olsa test mərhələsində verilir də. Yəni, bu adam ixtisası bilir ki, test mərhələsini keçib gəlir. Amma prinsipcə verilə də bilər. Burada da yəni elə qeyri-adi çətin suallar olmur müsahibə mərhələsində. Üçüncü olaraq kurikulumdan müəyyən suallar verilə bilir ki, mənə də verilmişdi. Burada da kurikulumdan çox belə qeyri-adi suallar mən görməmişəm, nə də başqa insanlardan eşitməmişəm. Kurikulumdan verilən sualda nə olur? Yəni, kurikulumun təməl prinsiplərindən. Sizə sual verə bilər ki, məzmun xətti nədir, alt standart nədir, təlim nəticəsi necə çıxarılır, icmal nədir, gündəlik plan nəyə lazımdır, illik plan nəyə lazımdır, müəllimin etik davranış qaydaları nələrdir, kurikulum özü mahiyyətcə nədir. Və bu kimi kurikulumun belə deyək də bazı sualları var da, əsasını təşkil edən, əsas məsələləri var ki, bunları təkrarlasaz yaxşı olar ki, müsahibədə bunlardan da suallar verilə bilər. Bax, buraya qədər olan suallar sizin həmin belə deyək də suallara düzgün cavab verməyiniz lazım olan suallardır. Amma o deyim ki, bunun da hər hansı birini bilməsəz, durub ona görə yəni sizi kəsəs də deyirlər də. Yəni, tutalım ki, sual verildi bu dediyim şeylərdən 10 dənə, 8-ini cavabladınız, ikisini bilmədiniz. Deyə bilərsiniz ki, xatırlamıram, yadımdan çıxıb, bir daha təkrarlayaram, baxarım. Yəni, bunda dəhşətli bir şey yoxdur. Qaldı ikinci məsələ. Bəzən o, məsələn, internetdə yayırlar, müdavimləri ən çox qorxudan şeylər ki, biraz əcaib suallar da verilir. Tutalım, bayağıdan dediyim, videonun başında dediyim məsələ, məsələn, dostum müəllimdir, deyir ki, o da qoşulub hazırlığa, deyir ki, müsahibə hazırlığında bizə Şövkət Ələkbərovanın doğum ilində məsələn əzbərlədilər ki, birdən müsahibədə soruşa bilər.
Belə bir şeyə ehtiyac yoxdur. Yəni sizdən tutalım ki, soruşsa ki, Şövkət Ələkbərov neçənci ildə doğulub? Sadəcə olaraq cavab verə bilərsiniz ki, bilmirəm. Yəni bunun üçün heç kim sizi kəsən deyir ki, sən niyə filan müğənninin doğum ilini bilmirsən. Hə, daha yaxşı olar ki, sırf dövlət əhəmiyyətli məsələləri təkrarlayasınız. Məsələn, 44 günlük müharibədir, torpaqlarımızın azad olunması, tutalım ki, Heydər Əliyevin hakimiyyət illəri və doğulduğu illər. Məsələn, Azərbaycan tarixində dərin iz buraxmış şəxslər, əsas məsələlər var, yəni dövlət əhəmiyyətli məsələlər ki, bunları həm bir müəllim olaraq təbii ki, bacarıqlıca bilməliyik, bunları təkrarlaya bilərsiniz. Amma tutalım ki, hansısa bir müğənninin doğum ili olsun və yaxud da bəzən əcəb suallar olur, görürsünüz internetdə, deyir ki, məsələn, sinifə ayı girsən, neyirsiniz? Bunun konkret bir cavabı yoxdur və konkret bir cavab da əzbərləməyə məcbur deyilsiniz. Yəni, sinifə ayı girsən, neyirsiniz? Məsələn, məndən soruşsalar ki, sinifə ayı girsən, neyirsiniz? Mən cavab verərəm ki, yəni bilmirəm. Yəni, heç vaxt mən ayı ilə qarşılaşmamışam. Bunu həmin situasiyanı yaşamadan da bilə bilməz bir insan ki, tam olaraq nə edəcək. Hər bir halda çalışıram ki, şagirdlərimin və özümün təhlükəsizliyini təmin edeyim, amma ayı ilə qarşılaşana qədər də bu suala tam düzgün cavab vermək düşünürəm ki, mümkün deyil. Misal üçün deyirəm, belə bir cavab verirəm. Bir də müsahibədə ən əhəmiyyətli şeylərdən biri sizin birinci növbədə özünüzü təqdim etməyinizdir. Özünü təqdim etmək müsahibənin yarısıdır yəni. O ilk 3-4 dəqiqə və ya da 5 neçə dəqiqədirsə, orada özünüzü təqdim edirsiniz. O çox şeydir. Hər şey olmasa da çox şeydir. Yəni siz orada sərbəst bir formada, həyəcanlamadan özünüzü rahat şəkildə təqdim edə bilirsinizsə ki, mən filankəs o filankəs, filan ildə doğulmuşam, ilk orta təhsilimi filan ildə başlamışam, bakalavr təhsilim filan ildə başlayıb. Bu formada, yəni əsas əgər müəyyən bir nailiyyətləriniz varsa, o nailiyyətləri vurğulaya bilərsiniz, özünüzü sərbəst nitqlə təqdim edə bilirsinizsə, bu artıq sizi müsahibə götürənlərin gözündə bir xeyli yüksəldəcək. Başqa da ki, müsahibə ərzində özünüzü itirməyin, əsəbləşməyin, aqressiv cavab verməyin və salam. Yəni, sadəcə suallara bildiyiniz kimi cavab verin. Əgər bilmədiyiniz bir faktdan da sual gəlsə, sadəcə olaraq özünüzü itirməyin. Orada bəzi suallar sizin bilib-bilmədiyinizi yoxlamaq üçün yox, reaksiyanızı bilmək üçün verilir. Məsələn, sənə deyir ki, tutalım, sənə sual verir ki, fizika müəllimisən, məsələn, getmişsən imtihana, sənə sual verir ki, Təhmasibin hakimiyyət illəridir. Sən aydın məsələn ki, fizika müəllimi deyilsənsə, fizika müəllimisənsə, bunu bilməyin çətin məsələdir. Sadəcə orada reaksiya yoxlanır ki, sən görək adama bir əsəbləşəcəksənmi, qayıdıb kobud cavab verəcəksənmi ki, sən niyə məndən bu sualı soruşsan, mən tarix müəllimi deyiləm. Yoxsa sadəcə sakit bir formada deyəcəksənmi ki, mən bunu tarix dərsində oxumuşam, amma hazırda açıq xatırlamıram desən, orada heç bir qəbahətli bir şey olmayacaq. Hər birinizə müsahibə mərhələsində uğurlar arzulayıram. Əsas odur ki, dediyim məsələləri müəyyən formada təkrarlayın, amma qorxmayın, özünüzü həyəcanlandırmayın. Hər şey yaxşı olacaq, rahat, relaks olun ki, hər şeydə gözəl olsun. Sağ olun.